Euzubillah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Habibi ilahina ve tabibin nüfusina eşrefil enbiya ve hatemel murselin Ebil Kasimi Muhammed ve alihi tayyibine tahirin el masumin el mükerremin siyema bagiyetillah fil eradin ve la'nud daim ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Selamun aleyküm cemiyen ve rahmetullahi ve berekatuhu. Allah bu gündə, bu günə qədər etdiyiniz əzadarlıqları, İmam Hüseynə göstərdiyiniz ehtiramı hər birinizdən qəbul eləsin. Dünyanın bu vaxtında, zamanın bu vaxtında Peyğəmbər evladına əzadar olduğunuz üçün Allah sizi Xanım Zəhranın, Həzrət Əlinin və Peyğəmbərin yanında həmişə başucu eləsin. Qiyamət günündə hər birimizi Allah qarşısında üzü ağ eləsin inşallah. Şükür olsun Allaha ki, Aşura gününə gəlib çatdıq və Allah'ın verirəm İmam Hüseyin əleyhissalamın ehtiramına, Kərbəla qatillərinə və onlarla həmfikir olanlara, bütün zamanlarda Kərbəla qatilləri ilə həmfikir olanlara Allah lənət eləsin. Allah hal-hazırda dünyada kim Kərbəla qatillərinin xarakteri ilə yaşayırsa, dünyanı əziyyətə salıbsa, insanlara zülm eləyirsə, Allah onları dünyanın gözü qabağında rüsva eləsin. Allah bəşəriyyətə zülm eləyənlərin tezliklə müsəlmanların əli ilə, qüdrətli əli ilə onların cavablarını versin inşallah. Aşura günü Tasua gecəsi axşamdan artıq mübarizə pislərlə pislərin mübarizəsi dayanır, çünki aralarında bir yaxşı var və bu yaxşı hər birinin düşmənidir. Heç vaxt haqq olmayan cəmiyyət, heç vaxt düz yaşamayan cəmiyyət bir ola bilməz. İnsanları bir araya yığa biləcək əsas dəyər məhəbbətdir, sevgidir və düzlükdir. Eyni dəyər və sağlam dəyər insanları bir araya toplaya bilir. Əgər sağlam bir dəyər olmasa, insanlar bir araya toplana bilmirlər. Onların bədənləri birgə olsa da, onların ruhları bir-biri ilə həmişə düşmən olur. Əgər haqqı ortadan kənara çəksək, haqq mərkəzdə dayanmasa, görəcəyik ki, pislərlə pislər bir-birləri ilə belə mübarizədən əl çəkmirlər. Və bugün dünyada əslində bir cəhətlə də yaxşı insanların əziyyət çəkməsi, çətinliklər görməsi, dinc insanların əziyyətə düşməsi, çətinliyə düşməsi pislərlə pislərin mübarizəsinin nəticəsindədir. Müharibələri bunların arasında olan ixtilaflar yaradır. İnsanların kütləvi şəkildə ölümünə səbəb olan
hadisələri, bunların arasında olan ixtilaflar yaradır. Bunların nəfsləri bir-birləri ilə mübarizə edir. Bunlar bir-birləri ilə düşməndilər. Bu tamahkar bir azğın tayfa bir-birinə düşmən olduğu üçün və bunların düşmənçiliklərinin nəticəsində bütün dünya əziyyət çəkir. Bütün bəşəriyyət əziyyət çəkir. Həmişə də belə olur. Bunlar mübarizədən onda əl çəkəcəklər ki, onda yaxşı və yaxşılar qüdrət taxtında əyləşsinlər. Artıq idarəçilik pak insanların iradəsi ilə həyatda qalsın, davam eləsin. Əgər pak insanların iradəsi ilə davam etməsə, dünya heç vaxt gördüyü bu bəlalardan xilas ola bilməyəcək. Onun bir yolu var yalnız ki, eyni mərkəzdən idarə olunsun. Əgər bəşəriyyət eyni mərkəzdən idarə olunmasa, bir mərkəzdən idarə olunmasa, bəşəriyyətin içində qanların kəsilməsi, davaların tamamlanması qeyri-mümkündür. Həmişə belə olacaq. Heç vaxt dayanmayacaq. Ona görə də mütləq eyni mərkəzdən idarə olunmalıdır. Bu səbəbdən də eyni mərkəzdən idarə olunması üçün dünyada ilahi iradə hakim olmalıdır dünyaya. Əgər hər kəs özündən qanun çıxaracaqsa, hər kəs özünü hakim biləcəksə, hər kəs öz qanunlarını yeritmək istəyəcəksə, mütləq bunlar gəlib bir yerdə toqquşacaqlar və bu toqquşmanın nəticəsində insanlar əziyyət çəkəcək. Və bugün də dünyada belədir. Və ən təhlükəlisi də budur ki, bugün dünyada öz nəfsi, şəxsi mənafeylərinə görə mübarizə edənlər insanlara xeyir vermək ifadəsi adı altında edirlər. Ən təhlükəlisi budur. Amma bunların mübarizəsi insanlar üçün deyil, öz mənfəət tələbliklərindəndir ki, gecələrdə müəyyən qədər danışmışıq. Bugün medianın gücünə, informasiya vasitələrinin gücünə, sosial platformaların gücünə təbliğat ən alçaq, ləyaqətsiz insanları ən uğurlu insanlar kimi göstərməyi bacarır dünyada. Bunların gücünə. Əgər bunlar olmasa, bəşəriyyət bunların nə qədər ləyaqətsiz olduğunu, nə qədər çirkin olduğunu görəcək. Və biz bu hadisələrə seyr edirik. Elə bir vəziyyətdir dünyada ki, elə bəzənir ləyaqətsiz insanların ləyaqətsizliyi ki, pak insanlar günahkar kimi qələmə verirlər dünyada və əziyyətlər çəkirlər. Amma ləyaqətsiz insanlar yaxşı insan kimi, uğurlu həyat yaşamış insanlar kimi təqdim olunur. İnformasiya vasitələri, sosial platformalar bunların vasitəsilə özlərini ayaqda saxlaya bilirlər. İki şeyə, bir zülmün gücünə, bir diktaturanın gücünə, bir də təbliğatların son dərəcə əllərində olduğu üçün özlərini dünyada ən yaxşı insan kimi göstərməyi bacarırlar. Müasir dünyanı da öz saxta təbliğatlarının əsarətini alıblar. Dünən də belə idi. Aşuranı yaradacaq səbəb bu idi. Şərti olaraq ad qeyd edirəm, məsələ şəxs deyil. İbn Ziyad öz hakimliyini qoruyub saxlamaq üçün, İbn Ziyad öz valiliyini qoruyub saxlamaq üçün iki xüsusiyyətlə Küfədə valilikdə əyləşir və İmam Hüseyin əleyhissalamın qətlini reallaşdıra bilir. İki xüsusiyyətlə. Biri budur ki, insanları Küfə əhalisini son dərəcə qorxudur.
son dərəcə Kufə əhali insanlarını qorxudur və eyni zamanda diqqət eləsəz, Aşuradan, Məhərrəm ayından öncə Müslim ibn Əqilin şəhadətini xatırlasaq, Hani ibn Ürvənin şəhadətini xatırlasaq, görürük ki, onları təkcə öldürməklə onlardan əl çəkmir. Əmr verir ki, Müslim ibn Əqili çıxarın Darül-İmariyə, oradan atın yerə, Hani ibn Ürvəni öldürün, onun başını bədənindən ayırın və Kufənin bütün məhəllələrində, küçələrində gəzdirin. Qorxu yaradır insanların ürəyində. Birinci vasitələri bunlar budur. Əgər əllərində qüdrət varsa, qüdrətdən maksimum insanların həyatlarının sönməsinə istifadə edirlər. İnsanlar başlayır qorxmağa. İnsanlar qorxur və qorxunu biraz da işlətləndirirlər. Və ikinci, saxta məlumatlardır. Dedilər İbn Ziyada ki, İbn Ziyad dedi ki, deyin Kufə cəmaatına, xəbər verin ki, Şamdan böyük bir qoşun çıxıb gəlir, kim İbn Ziyada tabi olmasa, Yezid əmr verib, kim İbn Ziyada tabi olmasa, zərrə qədər də rəhm eləməyəcəklər, nə uşağına, nə özünə, nə ailəsinə. Kim tabi olsa, o xoşbəxt, firavan həyatda yaşayacaq. Bugün də dünya bunu vəd verir. Kim bizimlə həmfikir olmasa, bizim zülümlərimizə razı olmasa, öldürəcəyik. Baxın, əvvəl və axır sözləri budur. Öldürəcəyik. Kim bizimlə razılaşsa, onları xoşbəxt bir həyat gözləyir. Hələ heç kim bu xoşbəxt həyata çata bilməyib. İbn Ziyad həmin bu platformadan başladı çıxış eləməyə. Şamdan bir böyük qoşun çıxıb gəlir, xəbər verin Kufə cəmaatına ki, kim mənə tabi olmasa, onları məhv eləyəcəklər. Dillər İbn Ziyad, axı Şamdan qoşun çıxıb gəlmir. Bu yalana kim inanar? Dedi onlara ki, siz deyin, mən Kufə cəmaatını yaxşı tanıyıram. İnanacaqlar. Və iki, bir özünün son dərəcə zülm etməsi ilə, iki, bu yalan xəbərlə. Deməli, dedik, zülm və yalanla Kufə əhalisini ələ aldılar. Onları ələ alandan sonra onlara minnətli çörək verdilər. Baxın, budur. Proses budur. Bu proses heç vaxt itmir. Heç vaxt itmir. Bu proses həmişə davam edir. Belə deyək, Kərbəla hadisəsinin forması müəyyən bir zamanda baş verib. Amma onun mahiyyəti hər zamanda dünyaya hakim olmalıdır. Bu, eyni xətt üzərində gedən bir məsələdir. Bəşəriyyət qatilləri həmişə bu yoldan istifadə edir. Bütün peyğəmbərlərin zamanlarına baxsaz, Musa peyğəmbərin zamanına baxsaz, İbrahim əleyhissalamın zamanına baxsaz, görəcəksiniz iki şey var. Yalan və son dərəcə zülüm, zorakılıq. Başqa bir şey yoxdur. Yalan və zorakılıq. Bunun vasitəsilə istifadə edib bəşəriyyəti məhv eləyə bilirlər. Bəşəriyyətin həyatına qənim kəsilə bilirlər. Aldatdı Kufəliləri. Aldatdı onları, həm qorxutdu, həm aldatdı. Niyə görə insan aldanır və qorxur? Səbəb. Çünki fərdi həyatında və ictimai yaşayışında, gündəlik yaşayışında yaşayışını ilahi iradə əsasında qurmur. İlahi iradə əsasında qurmadığı üçün həm fasiqin xəbərinə aldanır, inanır, eyni zamanda fasiqin zülmündən qorxur. İlahi iradə insan ruhuna hakim olmasa, insan qüdrətdən uzaqlaşır. İnsan ilahi qüdrətdən uzaqlaşarsa, insanın aciz bir varlığı yoxdur. İnsan çox qorxaqdır. Ona görə Quran-ı Kərim buyurur ki, وَلَا يَخَافُ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. Allah dostları üçün nə qəm var, nə hüzün var, öz dilimizə deyim, nə stres var, nə də onlar qorxarlar. Nə qəm var, nə qorxu. Allah dostlarının xüsusiyyəti budur. Onlar dünyada belə yaşayarlar. Çünki ilahi iradə hakimdir bu insanların ürəyinə.
Ona görə iman insanın xoşbəxt yaşayışı üçün, iman və təvəkkül, Allaha inanmaq və ona arxayın olmaq insanın xoşbəxt yaşayışı üçün ən əsas amillərdəndir. Bu olmasa heç bir şey insana kömək eləyə bilmir. Allaha təvəkkül və ona iman. Sıra etibarilə desən, iman və Allaha təvəkkül. Bu olmasa mümkün deyil. Baxın, bütün insanları Firon qorxuda bilir, bütün insanları Nəmrud qorxuda bilir, amma Musa Peyğəmbərin ürəyində zərrə qədər təsir qoya bilmir. Bütün insanları qorxuda bilir, amma İbrahim əleyhissalamın ürəyində təsir qoya bilmir. Onun zülm təhdidi İbrahim Peyğəmbəri zərrə qədər narahat eləmir. Ona görə də onun İbrahim Peyğəmbər üçün yaratdığı oda belə İbrahim Peyğəmbər Allahın rəhməti kimi baxır. Mənim üçün qorxulu deyil. İnsan bu iradə ilə yaşayandan sonra dünyada xoşbəxtlik bayrağını qaldıra bilir. Bu iradə ilə yaşamaq üçün insan müstəqil həyat yaşamalıdır. Bir neçə dəqiqə mən bu haqda çıxış edəcəm ki, Aşuranın mahiyyətini anlayaq. Aşuranın mahiyyəti Aşurada mahiyyətsiz ağlamaqdan daha üstündür. Mahiyyətin bilmədən ağlamanın heç bir xeyri yoxdur. Əgər biz gözü, daha doğrusu ürəyi bir kasaya bənzətsək ki, göz yaşı ürəkdən başlayır, ürək yanır, göz yaşı başlayır cari olmağa, bu kasanın suyunu həm emosionallıq, həm də rasionallıq təşkil eləməlidir. Əgər sırf emosionallıq olarsa, o göz yaşının heç bir əhəmiyyəti yoxdur. Əgər rasionallıq, düşüncə bu emosional hisslərə, ülvi duyğuları hərəkətə getirərsə, o göz yaşının o qədər əhəmiyyəti var ki, onun bir damcısı cəhənnəm odunu söndürür. Onun bir damcısı belə cəhənnəm odunu söndürür. Amma bu ikisi bir yerdə olsun. Aşuranın mahiyyəti budur. Aşuranın mahiyyəti budur ki, heç vaxt ilahi iradədən başqa, ilahi hökmündən başqa heç bir şeyə qəlbini tabi eləməyəcəksən. Bu bir qaydadır. Ona görə də müstəqil yaşamaq lazımdır, azad yaşamaq lazımdır. Kərbəla, yəni azadlığın etalonu. Kərbəla, yəni azadlığın sonu. Bundan o tərəfə azadlıq yoxdur. Müstəqil yaşamaq, qərarları müstəqil qəbul eləmək, hər hansı bir düşüncə belə də ifadəsindən sonra, hər hansı bir təqdimatdan sonra mütləq düşünmək, məsələlərin həmişə arxasında, pərdə arxasında olan tərəflərini görə bilmək, qarşıdan gələn hər hansı bir hadisənin qarşıdan nələr gətirəcəyini anlaya bilmək olduqca mühüm məsələdir. Cəmiyyət, insanlar bunu anlaya bilməyəndə imam tək qalır. İnsanlar müstəqil yaşamayanda imam tək qalır. 6 ay İmam Cəfər-i Sadiq əleyhissalam Əbu Bəsiri yaxına buraxmır. İşitmişsiniz də bu hadisəni. Onun tərəfdarlarından olar Əbu Bəsiri yaxın buraxmır. Əbu Bəsir 6 aydan sonra İmam Sadiq əleyhissalama ötürür öz-özlüyündə, deyir ki, Peyğəmbər balası səhv eləməz ki, hər halda sən səhv eləmirsən. Səhv olduğunu başa düşür, dəfələrlə İmam Sadiq əleyhissalamın qapısına gəlir. Mərhəmət imamı, rəhmət imamı onun üzünə qapı açmır. Görüşmür, salam vermir ona. 6 aydan sonra oturur öz-özlüyündə düşünür və bu qənaətə gəlir ki, yəqin mənim haradasa səhvim var. Bu qənaətə gəldikdən sonra gəlir İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq əleyhissalam qapını açır, salamlayır onu, qucaqlayır, onu ürəyinə sıxır. Deyir, elə darıxmışdın sənin üçün Əbu Bəsir. Bu dəhşətə gəlir. Deyir İmam Sadiq əleyhissalama ki, mən 6 aydır gəlib gedirəm, sən heç qapını açır, mənə salam vermirsən. Deyir, 6 ay gələn o sən döyürdün. Sən o həmin adam döyürdün sən. 6 aydır, bəs niyə məni yaxın buraxmırsan? İmam Sadiq əleyhissalam buyurur. Deyir, 6 aydır, sən müstəqil adam döyürdün. Əbu Hənifə ilə məni bərabər tuturdun 6 aydır. Allah tərəfindən təyin olunmuş imamla özündən ortaya
qiyasla hərəkət edən bir şəxsi Əbu Hənifəni bərabər tuturdun. 6 ayda sənin qəlbin bir mərkəzə bağlı deyildi. Ona görə yaxın buraxmırdım sənə ki, aylasan. Görəsən, fayda verə bilmir sənə. İnsan düşünə bilməyəndə, müstəqil yaşamayanda, öz səhvlərini görə bilməyəndə imamın dərdini çəkə bilmir. Bir rəvayət çıxmışdı qarşıma, Əli əleyhissalamın sahabələrindən biri Əli əleyhissalamla qarşılaşır. Əli əleyhissalam baxır ona, görür ki, bu problemlərin fərqində deyil. İctimai çətinliklərin fərqində deyil. Əli əleyhissalam baxır ona, buyurur ki, başın ağrıyır sənin, ondan soruşur. Həzrət Əli əleyhissalam buyurur ki, xeyr. Deyir, mən rahatam, çox rahatam. Əli əleyhissalam buyurur ki, ona görə sən rahatsan ki, əlinin başı ağrıyır. İmam məcbur olur, bütün cəmiyyətin əvəzindən dərd çəksin. Əgər insanlar düşünməyəndə, insanlar hər xəbərə inananda, hər saxta xəbərin ardıca gedəndə, insanlar müstəqil yaşamayanda, imam məcbur olur ki, insanların hətta öz üzərlərində olan vəzifələrini belə imam icra eləsin. Deyirlər, əgər insanlar vəfalı olsaydılar, düzgün davransaydılar, İmam Sadiq əleyhissalamın dövründə artıq imam dünyaya hakim olurdu. Təsəvvür edirsiniz. İmam Sadiqin dövründə imam zuhurun xarakterini dünyaya hakim eləyirdi. Əgər düşünə bilsəydi insanlar, düşünə bilmədikləri üçün yenə imam tək qaldı, bir yerə gəlib çatdı ki, İmam Sadiq 4000 nəfər tələbə yetişdirilmişdi. Bir yerə gəlib çatdı vəziyyət ki, İmam Sadiqə dedilər, dur cihad eləyək. Həyətdə olan heyvanların sayını saydı, 4-5 idi, yəni neçə heyvan idi, bunların sayı qədər adamım olsaydı durardım cihad eləməyə. Görün, nə vəziyyətə qalır imam. Təsəvvür edirsiniz, çox ağırdı, həddən artıq ağırdı. Düşünə bilməyən cəmiyyət zülmün şilləsi ilə oyanmalıdır. Başqa cür yolu yoxdur. Müstəqil yaşamayan cəmiyyət zülmün şilləsi ilə oyanmalıdır. Başqa cür çıxış yolu yoxdur. İmamın mərhəmətli sözü ilə ayılmayan cəmiyyət, Allahın sözü ilə ayılmayan cəmiyyət zalimin təpiyi ilə oyanmalıdır. Başqa cür yolu yoxdur. Bu bir qaydadır həyatda. Onda heç kimin haqqı yoxdur Allaha desin ki, niyə görə bizə kömək eləmirsən? Ən gözəl kömək etmişdi Allah, ən gözəl yardımı göstərmişdi İmam Hüseyin. Bütün varlığı ilə getdi qətlgaha. Hər şeyi çılpaq şəkildə göstərsin. Hər şeyi şəffaf şəkildə göstərsin. Amma görmək istəmədin. Sənin yaşamaq istədiyin həyat tərzi, qeyri-müstəqil həyat tərzi, tənbəl, yorğun həyat tərzi səni bu həqiqətləri görməkdən saxladı. Və nəticədə imama kömək eləyə bilmədin. Quran oxusan da, oxumasan da, məscidə geçsən də, getməsən də, sənin yaşayış prinsiplərin olduqca maraqlıdır. Cəmiyyət müstəqil olmasa imam hərəkət edə bilmir. Çünki imam məcburi iş gördürmür. İmam belə rəftar eləmir, əmr eləsin ki, gəlin ardımca bunlar da gəldilər. Yox, imamın xoşu gəlmir o cəmiyyətdən. Düşünmədən, hətta imamın ardıca gedən cəmiyyətdən imamın xoşu gəlmir. Ona görə İmam Hüseyin əleyhissalam ta Kərbəla çölünə çatmamışdan öncə Müslim Əqilin şəhadət xəbərini eşidəndən İmam Hüseyin əleyhissalam başlayır onlara xəbər verməyə. Bunlar məni öldürəcəklər, bu yolun sonu şəhadətdir, fikirləşin, ailənizi fikirləşin, gələcəyinizi fikirləşin. Fikir verin, imam istəyir onları müstəqil düşündürsün ki, onlar müstəqil şəkildə imamın ardıca gəlsinlər, məcburi şəkildə gəlməsinlər. Bilirsiniz, Kərbəlada niyə görə bəziləri İmam Hüseyni öz üzvlərini bağlayaraq öldürüblər? Və tənəqqabət li qitalik, niqab saldılar üzlərinə. Öz üzlərini bağladılar. Niyə? Bilirsiniz kimlər idi onlar? İmam Hüseynə məktub yazmışdılar ki, gəl canımızı qurban verməyə hazırlamışıq. Elə ziyarət Aşuranın adam bu yerdə çatanda insan ürəyi o qədər parçalanır. İmamın üzü üzümü görməsin. Mən məktub yazmışam.
üzlərini bağladılar. Üzlərini bağladılar, İmam Hüseyin əleyhissalamdan vuruşdular. Və tənəqqəbət li-qitalik, üzünü bağlayaraq səni öldürənlərə Allah lənət eləsin, ya Abdullah. Üzünü belə bağladı, amma imamı öldürsün təkir. Niyə belə eləyir? Çünki gözü görsə bilir ki, Hüseyin düzdür, amma müstəqil yaşayan adam deyil bu. Bu o qədər həyat tərzini əyri yaşayıb ki, üzün bağlayıb imamı öldürmək istəyir. İmam tənhadır. Görürsünüz, İmam Hüseyin əleyhissalamın qəribliyindən çox danışılır. Onun fiziki təkliyi deyil, onun qəribliyi. Onun düşündürə bilməməyidir. Düşündürə bilmir. İmam hər nə edirsə düşündürə bilmir. Təsəvvür edin siz Allah. Təsəvvür edin ki, bir imam gəlir, bir cəmiyyətin xoşbəxtliyi üçün gəlir. Özü də necə gəlir? Elə gəlir ki, bir halda gəlir ki, bütün ailəsi ilə, körpələri ilə, xanımı ilə, evladı ilə. Yəni, demək istəyir ki, nəyim var idisə, nəyim varsa gətirib gəlmişəm. Təkcə öz canımla gəlməmişəm. Hətta balalarımı da götürmüşəm sizə qurban verməyə. Balalarımı da götürmüşəm. Yəni, mən sizə deməyəcəm ki, balalarınızı götürün, qurban verin Allah yolunda. Yox, mən gəlmişəm balalarımı qurban verim Allah yolunda, sizi salamat saxlayayım. Sizin gələcəyinizi düşünüm.